nerede? Burası bir yer. Hoş gördük aziz və dəyərli izləyicilər. Gördüyünüz bu ərazi Cəlilabad rayon Həzi Aslanov, Rəşad Zeyniyev, Məlik Quliyev, Məhəmməd Hadi küçələrinin, yəni burada yaşayan sakinlərin heyvan otlaq yeridir. Yəni mal heyvanlarının otlaq ərazisidir, örüşdür bura, örüş sahəsidir. Problem burada nədir? Deməli biz Cəlilabadlılar, yəni biz buranın sakinləri gördüyünüz kimi baxın, tullantılarla gətirirlər, bu ərazilərə tökürlər. Burada da sahibkarlar heyvan otarı, cəmaət heyvanı, dolanışığı, kənd təsərrüfatından çıxır da bizim iş yerimiz budur. Biz kənd təsərrüfatını becəririk, bununla ailəni, uşağı, ev eşiyi dolandırırıq. Görürsünüz buranı, mənzərəni görürsünüz, burası zibil poligonu deyil. Mən buradan nə kommunaldan səslənirəm, nə bir şey heç bilmirəm. Çünki məsələ onlarlıqdır. Məsələ bizim özümüzündür. Amma biz bir dənə dəstək istəyirik ki, bunu bura tökən insanlar cəzalanmalıdır. Cəzalanmalıdır ona görə ki, həmin vicdanları ilə, çünki bura bunu gətirib tökəndə utanmalıdırlar, xəcalət çəkməlidirlər ki, çünki buradan insanlar evlərinə çörək var. Sən bura atdığın tullantı, işbilis, iqla, digər vəsaitlər və zibillər bu heyvanlara dəyir, bunlar gedir evlərində bunu saxlayan adam zərər görmüş olur. Niyə zərər görməlidir vətəndaş? Niyə bunu eləyirsiniz? Niyə utanmadan bunu eləyirsiniz? Bu qoççuluqdur, baxın. Bu qolu güclülükdür, fikir verin. Mən bunu bura gətirib tökən maşının da indi videosu var, onu da paylaşacağım. Tam izləyin videonu, görəcəksiniz. Baxın. Hələ bu azmış kimi görürsünüz qabaqda da fikir verin, indi onu da aparacağım çəkin, baxın. Göy örüşü, yəni mal örüşün bu cür məhv eləyirlər. Maraq nədir? Tərbiyə nədir bilmirəm. İndi onu da mən çəkəcəm. Aidiyyatı qurumlardan xahiş edirəm, məsələni nəzarətə götürsünlər, ciddi cəzalansınlar. Bunlar tənbih olunsun ki, bir də belə şeylərlə rastlaşmıyor. Deməli, baxın əraziyə. Bax, fikir verin. Yəni, nə deyə söz var da, fikir verin. Demək olsun, ilə 150 yaxın qoyun ölür. Buna bax. Baxın. Heyvanlar ölür, mallar ölür. Baxın. Heyvanların üstü çıxır. Baxın. İşbilisdən verəcəm. Deməli, bax, bu da gətiriblər indi bəndin ərazisinə töküblər. Yəni, bu bizim Cənab Prezidentimizin ayırdığı vəsait hesabına tikilən bənddir. Yəni, bu insanların kənd təsərrüfatına, kəndə təsərrüfatına olan diqqətidir. Baxın. Bax, bunlar gəlirik, bu da bizim gözəl bəndimiz. Suyumuz da boldur, şükür Allaha. Amma bunlar, baxın buna. Yəni, bunlara nə ad verək, nə eləyək, mən bilmirəm. Mən bir daha səslənirəm. Bunu bura atanlar gəlib bunu buradan götürsünlər, bu tullantıları bura tökənlər. İndi gənclərimiz, şükür Allaha, aktivləşib, özləri deyir ki, bundan sonra daha bundan da kəskin şəkildə kim atdı, aidiyyəti üzrə müraciət edəcək. Bunu da çəkirik ki, heç olmasa baxandan sonra utansın. Bir öz təqdim edən. Əlizadə Hikmət Şüküroğlu. Mən müraciətim elə öz xalqımızdandır. Bu Petrovka adlanan yer ki var, orada yaşayırıq. O bizim öz xalqımızdandır. Sizdən xahiş edirik, bu hamar ərazisinə zibil tökmüyor. Biz burada mal heyvan saxlayırıq, bununla dolandırırıq. Dolanışımız bundandır. Hikmət müəllim, kommunal işçiləri gəlib tullantıları götürür də mən bilən qədər. Buradan yox, buradan götürürük. Buradan yox. Küçələrdə hamısından, Allah köməkləri olsun, biz kommunal xidmətindən razıyıq. Yəni, həftədə 2 gün, 3 gün gəlib küçələrdə təmizlik aparırlar. Amma bu örüş sahəsinə gətirib tökən də bizim öz örüş sahəmizin adamlarıdır. Sizdən xahiş edirəm, başsa dönüm, bura zibil tökməyin, bizim heyvanlarımız qırılır. Aşağısı 150 baş, 200 baş ilə heyvan qırılır, tələf olur. Biz aidiyyatı qurumlardan xahiş edirik, bunu nəzarətə götürsün. Bunu nəzarətə götürməsə, bura hərə özündən, öz qolun gücündən istifadə eləyir. Bura gətirib zirzibil atırlar. Pampres, nəlim,
Ya da tullantıları. Tullantılar da Ciddi adam tullantı. dilinə gətirə bilməyəcəyi şeylər, evində istifadə elədiyi o biədəb şeylər gətirib bura tökürlər. Sizdən xahiş edirik, aidiyyatı qurumlardan. Bura nəzarət eləyin. Yəni biz indi çox nətər çarəsiz vəziyyətdə biz kimə dərdimizi deyək? Başsa dönün bizi müraciətimizi qeydə alın. Nerede? Burası bir yer. Yaş. Kardeş o nerede töksen oraya?